Buyurun. Lalə xanım, xoş gördük sizi. Öncədən təbrik edirik, çünki möhtəşəm bir gecə bizi gözləyir. Anonslardan da kifayət qədər bəlli idi. Gözəl belə də isimlər var və onların başında da siz durursunuz. Bugün bizi nələr gözləyir? Biraz ifanız barəsində və ümumiyyətlə Asif bəylə çalışmaq necə bir hissdir? Ondan faydalanmaq necə bir hissdir? Bu barədə danışaq. Asif müəllim, mən yaradıcılığımda bir neçə mahnı ilə ki, belə bir rəng qatıb mənim yaradıcılığıma və onunla işlədiyim bütün nəğmələrdə yəni, gözəl peşəkar, gözəl nəğmələrdir və o nəğmələrin yəni mənim repertuarıma gözəl bir qatqısı olub. Özünü isə bir ayrıca çox istəyirəm, çünki çox maraqlı həm söhbətdir. Bəzən görürsünüz fikirlərimiz üst-üstə düşür, amma çox vaxt üst-üstə düşür. Bir də görürsünüz qeybət qırırıq, bir də görürsünüz kimsə yuyub belə yaşayıb, quru səririk. Amma bugünkü günün əlbəttə ki, bütün bu dediklərim bir kənara, siz bütün konsert boyu görün nə qədər gözəl nəğmələrdir. İllər boyu hər sənətçinin, hər müğənninin repertuarına mütləqdir ki, bir gözəl nəğmə bəxş eləyib və mən Asif Kərimovu lap öncədən tanıyıram. Rast qrupunun tərkibində skripkasına, əslində kamançanı bilirəm bitirib, amma hətta o qrupda belə onun belə dəsti xətti bilinirdi, onun musiqiyə yanaşması həmişə fərqli olur. O yüzden də mən bugünkü gecə bilirəm ki, hər kəs zövq alacaq bu gecədən, çünki bir-birindən gözəl sənətçilər, bir-birindən gözəl səslər, nə deyim, biraz da dediniz, mən çox məsuliyyət gəldi. Məşqə çata bilmədim bugünkü məşqə, amma ümid edirəm ki, yaxşı olacaq hər şey. Sizə məşqə ehtiyac yoxdur, siz hər zaman peşəkarsınız. Yenə də, çünki hər sənətçiyə mütləq məşq lazımdır. Məşq bizim silahımızdır. Təşəkkürlər, uğurlar. Sağ olun, çox sağ olun. Başladıq. Kəmalə xanım, xoş gördük sizi. Bugün çox gözəl bir gecə olacaq. Məşqlərdən də videolar paylaşırdınız. Həqiqətən də insanlar maraq içərisindədir ki, görək nələr baş verəcək bugün. Və ümumiyyətlə sizin yaradıcılığınızda Asif bəyin çox böyük bir rolu var, zəhməti var və istərdik ki, bugünkü belə deyək, mahnının seçimi barəsində və ümumiyyətlə bu gecə barəsində biraz danışardıq. Bilirsiniz ki, mənim birincisi təbrik eləmək istəyirəm. Mənim dəyərli ustadım, mənim prodüserim, bu sənətdə mənəvi atam, mən ürəkdən təbrik edirəm, həyəcanlıyam biraz, sözsüz ki, biz bugün ev yiyəsiyik bir sözlə. Ona görə çalışırıq ki, hər şey möhtəşəm səviyyədə keçsin, əlimizdən gələni də eləyəcəyik inşallah. Qaldı ki, bugün mənim ifa eləyəcəyim mahnılara qoyma gəldini, yəqin ki, bilirsiniz Mirzə Ələkbər Sabirin sözlərinə çox qalmaqallı bir mahnı ərsəyə gəlmişdi. Anlaşılmamazlıqlar olmuşdu, anlayan anlamışdı, anlamayanlara isə Asif müəllimlə bir yerdə biz onun açıqlamasını vermişdik ki, əslində bu nə üçün bəstələnib, nə üçün ifa olunub, bu bir maarifləndirici, əyləndirici olmalıdır sözsüz ki, bu bizim işimizdir, amma eyni zamanda da maarifləndirici bir mahnıdır və görürsünüz ki, bugün də ölkəmizin əsas səhnəsində bu mahnı səslənəcək, çünki bəstəsi Asif müəllimə aiddir, bu gecə də onun gecəsidir, yaradıcılıq gecəsidir və o mahnı da səslənəcək və deyim ki, tamaşaçılarımızın da bir çox istəyini, çünki mən elan verəndə ki, belə bir konsert olacaq, mənə dedilər ki, Kəmalə xanım, o mahnını ifa eləyərsiniz və bilet alıb gələnlər, yəni o mahnıya görə gələnlər də var, hətta deyərdim. Mənim özümdən bilet istəyənlər də oldu. Mən artıq başa düşdüm ki, mahnını çox sevirlər. Bu gecə o da səslənəcək və xalq artistimiz Samir Cəfərovla bir yerdə duetim səslənəcək. Bir yerdə oxuyacaq, o da Asif müəllimin bəstəsinə aiddir, dünyaya aiddir, o fəlsəfi bir mahnıdır, o da çox gözəl bir mahnıdır, sənət əsəridir mən deyərdim. Və bugün o da səslənəcək, bugün Samir müəllimlə də bir duetimiz olacaq. İndi açılışda da varıq, qapanan, yəni bu bağlanışda da varıq. İnşallah onu artıq özünüz seyr edib görəcəksiniz. Ümumiyyətlə Asif bəylə çalışmaq necə bir hissdir və ümumiyyətlə sizin yaradıcınızda təbii ki, çox böyük bir rolu var. Az öncə də qeyd elədiyiniz kimi mənəvi atanızdır və təbii ki, qatqıları çox olub sizin yaradıcılığınızda. Tək mənim yox, mənə elə gəlir ki, onun 5 müğənnisi var. 5-inin də həyatında, son 5-lik mənəm də indi. 5-inin də həyatında Asif müəllimin, yəni səhnə həyatından söhbət gedir. Asif müəllimin çox böyük bir rolu var və mən sevinirəm ki, belə bir dəyərli, ümumiyyətlə belə bir sənətkarla işləyirəm. Yəni ki, bilirsiniz ki, bu gün də sənətə şükür Allaha böyük bir dəyər verilir və sənətkarın yanında olub. Ümumiyyətlə mən hər zaman, yəni Asif müəllimlə işləməmişdən də öncə, artıq 20 ildir bu
səhnədəyəm. Öncədən də, yəni belə deyim də, sənətlə məşğul olmuşam deyə mən prodüser olaraq Asif müəllimi seçdim. Nəyə görə? Çünki düşündüm, onu yeni bir açıqlama verim sizə. Anam göndərdi Asif müəllimin yanına ki, dedi Zərqədrin Zərgər bir Əl-Kəmalə. Sənin sənətini sənətkar anlayar ancaq. Ona görə də sənə başqa prodüser lazım deyil. Sənə musiqili prodüser lazımdır. O da Asif Kərimovdur bugünkü gün. Ona görə də sözsüz ki, həm məsuliyyətdir Asif müəllimlə işləmək, həm də böyük bir, necə deyim, qürur verici bir hissdir və sənətimizlə, tamaşaçılar da həmişə görüb ki, mən sənətimlə irəli getmişəm, Asif müəllim də mənim yanımdadırsa, deməli, bu da ondan irəli gəlir ki, elə biz sənətə dəyər verib sənətlə irəliləyirik. Qalmaqaldan uzaq olmuşum, düzdür, bəzən salıblar o qalmaqalı istəsəm də, istəməsəm də. Amma yəni şükür Allaha ki, oradan da özümüzə layiq, özümüzə uyğun olaraq mədəni surətdə çıxmağı bacarmışıq. Şükür Allahın bu gününə. Teşekkürler. Sağ olun, çox sağ olun. Balaca kenar oldu mu? Buyurun. Buyurun. Ama hazırdır. Bir dənə mənə baxın, tam ortaya şəkil götürün. Buyurun buyurun. Asif müəllim, təbrik edirik öncədən sizi. Anonslar çox gözəl idi, sənətçilər çox gözəldir. Həqiqətən də yaradıcılığınızın ən gözəl dövrünü bugün biz bir daha şahidi olacağıq və eşitdiyimizə görə bugün özəl bir ifa da səslənəcək. Hətta eşitdiyimizə görə bugün sonuncu konsertdə yaradıcılığınızın, yəni belə deyim, musiqiçi kimi nöqtəni vuracaqsınız. Nə qədər? Həm birinci, həm də sonuncu konserti mən elə düşünürəm. Məndən olsaydı valla bu konsert olmazdı. Mən heç vaxt özüm üçün heç nə eləməmişəm. Bu yenə də təşəkkür edirəm İlham Qasımova, Heydər Əliyev Sarayının direktoru. İlham müəllimin tərəfindən gələn bir təşəbbüsdür və sözsüz ki, müğənnilərlə də ona dəstək oldular ki, hə, eləmək lazımdır. Ona görə də bugün bu konsert olacaq və ilk öncə sizlərə təşəkkür edirəm ki, bunu belə işıqlandırırsınız. Çünki media olmasa sözsüz ki, bizim əməyimizdə işıqlanmaz və xalq bunu görməz. Bir daha sizə təşəkkür edirəm. Əziyyətinizi halal edin. Bizə xoşdur. Bugün biraz ifanız barədə, skripkada ifa olacaq. Çox özəl bir məqamdır. Bilirəm konsertin ən özəl məqamlarından biri. Valla düşünsək ki, mən sonuncu dəfə deməli o mahnı 95-ci ildə ifa eləmişəm, amma 2001-ci ildə mən ifa eləmirəm. 25 il, yəni barmaqlarım da o vəziyyətdədir. Düzdür, indi beynimdə musiqi olsa da. İndi bilmirəm, alınsa olacaq, alınmasa olmayacaq. O qədər də proqramda vacib bir deyil. Hə, indi o anda baxacağıq ki, əhval-ruhiyyə necə olacaq. Və müğənnilər də çox gözəl seçilib bugün. Repertuar çox gözəldir. Hər birinin də yaradıcılığında bir Asif Kərimov imzası olduğuna görə bugün həqiqətən də biraz da nostalji hissləri yaşayacaq tamaşaçılar. Siz mənim bütün əməyimə fikir vermişsiniz. Mən həmişə çalışmışam ki, peşəkar müğənnilərlə işləyim. Mütləq olaraq hamısının düzdür, Allah tərəfindən istedad verilir. Amma istedad veriləndə mütləq olaraq təhsil də önəmlidir. Bugün konsertdə iştirak edən insanların, müğənnilər hamısı təhsillidirlər. Demək olar ki, hamısı A-dan Z-yə qədər sənətkarlardır, hər öz janrında. Və mən çalışmışam ki, bütün müəllimlərimdən öyrəndiyim indiyə qədər mənim müəllimlərim olub, Allah rəhmət eləsin, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Ramiz Mirişli və Respublikan Xalq Artisti Ağacəbrayıl müəllim. Bugün də inşallah iştirak edəcək burada, tələbəsinin dəstəyə gələcək. Və mən də onlardan öyrəndiyimi çalışmışam ki, mənlə çalışan insanları nə qədər bacarıramsa o qədər də ötürüm. İnşallah uğur olsun. Çox sağ olun, Sonuncu teşekkür olmasın konsert inşallah. Yox, mən düşünürəm ki, elə sonuncu olacaq. Hə. Yox, mənlə bağlı sonuncu olacaq, amma sözsüz ki, mən bu sənətlə məşğulam. Allah nə qədər can sağlığı verəcəksə, o qədər bu işi görəcəm. Mən bundan zövq alıram çünki. Heç bir maddiyyata bağlanmıram. Heç vaxt bu işi mənim üçün məni tanıyanlar bilir ki, maddiyyat önəmli deyil. Mən sənətkar üçün hansısa bir işi bir qəpiksiz görərəm. Sənəti olmayan 100 min versə də o işi görmərəm. Çünki onun üçün gördüyüm iş sonra bizim gələcəkdə olan bizim gənclərimizə böyük ziyan vurar. Bu qədər. Asif elə Elnarə xanım da buradadır. İstərdik ki, yanınıza dəvət eləyək. Onun da fikirlərini alaq. Həyecanlı bizimlə bölüşərsiniz. Xoş gəlmisiniz. Gələn ayaqlarınız əvvəla var olsun. Bugün hər birimiz üçün biz həm imtahan veririk. Yəni müəllimimizin qarşısında. Allah Taala canını sağ eləsin. Asif müəllim sənət öz yerində, yəni sənət başqa bir aləmdir, amma insan kimi o qədər gözəl insandır ki. Yəni insan kimi gözəl insan olmasa,
imanlı, vicdanlı, təqvalı. İnanın Allaha bizim heç birimiz o yanda Sizə olmaz. yaxındır. Yəni Allah Taala bu işimizə uğur gətirsin inşallah. Allah Taala xeyirli eləsin. Əziz olan Allah Taala o qədər belə sevinclə çıxaq ki, belə günümüzü xoş, ruzumuzu bol, dünyamızı dinc eləsin. Qardaş, səni təbrik edirəm. Başına dönərəm. Teşekkür ederim. Elnur xanım, sizin konsertlərinizdə hər zaman Asif bəy yanınızda olur. Bugün də hər zaman olduğu kimi yanınızdadır. Çox doğru az öncə vurğuladınız ki, imtahandır. Hər konsertin öz bir məsuliyyəti, imtahan kimi bir öz məsuliyyəti var, amma bugün də yəqin 2 qatdır. İnara xanım kameraya zəhmət olun. 2 qat yox, 2 qat yox, çox. Daha çox, daha çox. Yəni valla elə bir mahnılar var ki, məsələn də, yəni mənim heç vaxt ifadə etməliyim. Yəni sonra yəni yavaş-yavaş öyrənmək var, falan var. Yəni bunlar hamısı çalışdıqca gücümüz çatan qədər Üzr istəyirəm, bir dənə söz deyim ki, bugün 2 yeni mahnı səslənəcək ki, hansı ki, bu günə qədər heç arada səslənməyib. Biri Elnarənin ifasında səslənəcək, Dünya mahnısı, bir də Samiranın ifasında Eşq mahnısı. 2 yeni mahnı olacaq ki, bu günə qədər heç arada səslənməyib. Bugün də musiqi sevərlər həqiqətən zövq alacaq. Allah razı olsun. Çox sağ olun, öpürəm. Allah hər bir sənətlə məşğul olan insanların yolunu açıq eləsin. Sənətimizi inkişaf elətdirsinlər, düzgün musiqini inkişaf elətdirsinlər. Kimlər ki, düzgün musiqi ilə məşğul olacaq, nə qədər canlıda can varsa onlara dəstək olacaq. Gücüm çatacaq. Çox sağ olun, təşəkkür ederim. Sağ olun. Tam xoş gördük sizi bu gözəl gecədə. Bugün çox gözəl musiqilər olacaq və Asif Kərimov yaradıcılığına bir daha nəzər salacağıq. Ümumiyyətlə bugün səslənən bütün ifalarda həqiqətən də Asif müəllimin bir qızıl imzası var və sizin də yaradıcılığınızda onun rolu olub və hər zaman Çox böyük rol olub, çox. Bəli. Hər zaman necə? və hər zaman da həqiqətən də müəlliminizin belə deyək imtahanından hər zaman uğurla nəticələnib bütün bu imtahanlar. Elnara xanım demiş ki, bugün yenidən bir imtahandır. Onun ilk uğuru mən olmuşam. Həm mən ona uğur qazandırmışam, o da mənə uğur qazandırıb. Həmişə mən belə deyirəm, yəni bir-birinin çiynimizdə haqqımız var. Yəni o bütün ilk təcrübələrini özü demişkən, bütün təcrübələri Mətən İskəndərin üzərində aparmışam. Həmişə də uğurlu olub, hər bir işi. Doğrudan da bu, yəni, bu günləri yadda qalan, bir də elə bilirəm ki, inanırsınız, bugünkü gün mənim üçün çox özəldir. Heç mən öz, Allah qoysa, indi iyunun 1-də mənim solo konsertim olacaq. Heç orada bu qədər həyəcanlı deyiləm. Amma bu Asif Kərimovun bəlkə ilk yaradıcılıq gecəsidir. Elə bilirəm, mənim ilk yaradıcılıq gecəmdir. Çox qəribə bir his keçirdirəm, çox həyəcanlıyam, çox sevincliyəm. Mən bilirəm ki, Asif də bax, o həyəcanı keçirdir. Yəni, Asif Kərimovun ilk, o mənim ustadımdır, o məni ilk dəfə kəşf edən bir insandır. Mən həmişə bu sənətə gəlməm, təzə gələndə, mən həmişə bu sözü işlədirəm, deyirəm ki, elə gəlişimlə tanınmağım eyni vaxtda oldu. Məsələn, sənətçi var ki, illərlə oxuyur, məsəl üçün, bir mahnısı olmur ki, tanınsın, hər bir sənətçini məsəl üçün, onun bir sənət pasportu olur, hansısa vizit kartı olur. Onunla da tanınır, onunla da yadda qalır və davam edir. Məndə elə sənətə gələn kimi ilk dəfə Eldar Mansurovun mahnılarını ifa eləmişdim, ilk dəfə. Sonra Almaniyaya çıxdım, getdim. Sonra oradan çox qaldım orada, hardasa bir 3 il. Oradan gələndən sonra gecədən sübhədər, mən hətta köçmək istəyirdim Almaniyaya. Belə bir fikrim var idi. Qayıtdım, gəldim Almaniyadan. Gecədən sübhədər mahnısı məni bağladı. Təsəvvür edin, görsən qismətə bax. Gecədən sübhədər mənim oldu sənət vizit kartım. Mən artıq getmək istəmədim, siz inanırsınız. Mən gördüm ki, mən hamı axtarır, burada lazımam. Elə o qalan qaldım, getmədim. İndi təsəvvür edin ki, mən Azərbaycandan qutarmışdım. Təsəvvür eləyin də. İlk dəfə oldu gecədən sübhədək.
mahnısı, ondan sonra Anam hardasan silsilə hər il bir mahnı, hitlər çıxır bir-birinin ardınca, ondan sonra Anam hardasan, gecə nisbətən ilk vizit kartım oldu. Hətta o mahnı üçün elə rəvayətlər, elə əfsanələr qoşuldular ki, indiyəcən o əfsanələrə inanırlar. Xalq özü. Hətta mahnının adı Tanrıdan yalnız səni istədim. Mahnının adı belə idi. Amma xalq özü gecədən nisbətən yolunu gözlədim. Xalq özü o adı verdi. Sonra mən bir gecənin içində məşhurlaşdım. Gecədən nisbətən. Təsəvvür ki, adi bir insanlar kimi metroya minirəm, avtobusa minirəm, işimdə, gücümdə. Asif mənə deyir, ay qızlar, sən çıxma bayram. Sən də avtobusa minmə, metroya minmə. Deyirdim, mən təsəvvür elə. Çünki bir gecədə mən məşhurlaşdım. Hamı paylaşan ki, mənə göstərir, bax, o qız oxuyan. Belə gör neçənci ildən danışıram, 93-cü ildən danışıram mən. Ki, ondan sonra yenə silsilə Anam hardasan, sən ol mənim həmdəmim, əlvida, axtarma məni, Azərbaycan, Ali Mustafayevin sözlərinə, ondan sonra Fərhadım olar, bu gecə, indi bu günləri həmən konserti bu gecə ilə açacağıq. Onun bütün yetirmələri ilə birlikdə çox maraqlı bir olacaq, özünüz görəcəksiniz. Və mənim, onu demək istəyirəm ki, Asif Kərimov nəinki mənim üzərimdə çox uğurları olub. İlk solo konsertimi Asif Kərimov özünü həm prodüser kimi, təşkilatçı kimi sınayıb mənim üzərimdə. İlk solo konsert çox uğurlu keçdi, 96-cı ildən danışıram. Bəli, gənc müğənni 2 gün solo konsert, hətta 3 gün eləmək istəyirdi, mən 3 günü özüm razı olmadım. Təsəvvür elə, hətta bizə deyirdilər ki, gənc müğənnidir, 2 gün gələcəklər, amma Asif deyir. O vaxtdan Vətən xanımın gücü bəlli idi. Bəli, dedi, nə? Gələcək özə ki, Novruz bayramı ərəfəsi idi. Cəmaat hamısı o vaxtı belə idi ki, hamı evdə otururdu. Bayramda elə insanlar olmuşdu ki, evdə şəkər burasını, o vaxtı evdə bişirirdilər axı. Sonra dəvə gəldi mağazadan almaq. Bayram gecələri hamısı evində biş-düş eləyərdi. Hətta belə şeylər olub ki, hamı biş-düşün yarımçıq qoyub, xəmirin qoyub gəlirlər konsertə. Təsəvvür elə. Ondan sonra Ömrün Baharı albomu, neçə albomlar elədik. Xalq mahnıları, bəstəkar mahnıları. Sonra Rəşad Haşimov, yəni Ras qrupu olaraq da Asif Kərimov Ras qrupunun vitse-prezidenti idi. Prezidenti də Rəşad Haşimov. Onlarla da mənim Ömrün Baharı albomu çox uğurlu alındı, çox uğurlu. İndiyəcən də o albomdan danışılır, yəni ki, çox yüksək səviyyədə. Sonra prezentasiyalar elədik, Gülüstan Sarayında elədik, Həyat Regisdə, onda belə prezentasiyalar olmurdu. İlkləri həmişə imza atdıq. Ən belə yüksək, böyük layihələr eləyirdik. Yəni, bax, Asif Kərimov harda varsa, bilirsən ki, orada yüksək səviyyə var. Sonra Asif Kərimov ASTV konsertini mənim üçün çəkdi. Təsəvvür elə. Rejissora göstərişlər verirdi ki, belə elə. Ad olurdu rejissorun, daha demirəm. Amma bilinirdi ki, bu Asif Kərimovun dəstə xəttidir. Tamam başqa cür. Seçilirdi də. Bu adam yenilik gətirdi. Yenilik. Həm bəstəkar kimi gözəl bəstəkardır. Hətta sözləri də özü yazır bəzən. Prodüser kimi gözəl prodüser, konsert təşkilatçısı kimi. Yəni bu adamda ideya çağlayır da. Çox gözəl. Bu adam talantdır. Gözəl incəsənət əhsil indiki devrin ən gözəl incəsənət xadimidir. Azərbaycan musiqisinə, mədəniyyətinə yüksək töhfələr verən incəsənət xadimidir. O, hələ təsəvvür edin ki, Azad Azərbaycan televiziyasında, ATV-də heç elə o cür nə nanəlini görürsünüz, hara qaldırdı. Görürsünüz, nə cür Xaqan onun yaratdığı ansamblinə. İlk dəfə Xaqan instrumental ansamblinə mən işləmişəm illərlə. Konsertimi də, iki solo konsertimi o da vermişəm. Bax, sonra səfərlərdə olmuşuq, çox ölkələrdə səfərlərdə olmuşuq. Xaqanla hamısı heyran qalırdı.
Təsəvvür edirsən, biz səfərlərə gedirdik. Çünki xarici səfərlərə gedən sənətçilər çox vaxt özləri ilə 6 nəfər, 5 nəfər, 4 nəfər aparırlar. Biz amma 20-25 nəfər orkestrlə gedirdik biz. Bunlar hamısı Asif Kərimov. Biz inanırsan, orada pul fikirləşmirdik. Biz sənət fikirləşirdik. Fikirləşmirdik ki, həmişə Asif gəlib mənə deyirdi ki, Vətən, pul qazanmaq istəyirsən, yoxsa sənət istəyirsən? Mən dedim, sənət. Onun ki, sənət olanda pul özü gələcək. Mən demirdim ki, burada ekonomiya eləyək. O ona görə ürəklənirdi, o mənim. Çünki mən heç vaxt, hətta elə olub ki, mən gedib borc götürmüşəm. Mən borcla, mən o layihələri eləmişəm, elə anlarım olub, təsəvvür elə. Yəni ki, heç nə birdən... Əsas nəticə göz qoyur. Çünki mən heç vaxt qorxmamışam. Mən bilmişəm ki, işini gərək bir işə ki, başlayırsan, onu sən vicdanla, ürəklə, nəsə, əgər bizdə sənət eşqi varsa, onu biz sənət eşqinə eləməliyik. Başqa heç nə fikirləşməməliyik. Nəsə fikirləşdin, gəl burada bunu belə eləyim, gəl burada bunu qısım, burada xəsislik eləyim, yox belə. Mən demişəm, heç nə axsımasın. Hər şey yüksək səviyyədə olur. Mən həmişə Asifdən bunu istəmişəm, o da məndən bunu istəyir. Asif həmişə deyib ki, iki variant var. Burada qısacıyıq, belə olar. Demişəm, qısma. Ruzunu Allah göndərəcək, başda eləməyə. Təsəvvür elə, sonra ondan sonra nə qədər bu saat hal-hazırda Heydər Əliyev sarayında ən yüksək səviyyədə konsertləri Asif Kərimov təşkil edir. Maşallah, ilk dəfə mən özümlə fəxr edirəm ki, bizim işbirliyimiz gör haralara gətirdi, çıxartdı. Çünki o bütün təcrübələri mənim üzərimdə eləyərək, indi artıq Asif Kərimov gəlib Heydər Əliyev adına sarayda möhtəşəm dövlət səviyyəsində muğam gecələri, cürbəcür, gözəl-gözəl, bir-birindən gözəl konsertlər təşkil edir yüksək səviyyədə. Mən Asif Kərimov, mənim onun qardaş qədərdir. Təsəvvür edin ki, 30 ildir biz bir yerdəyik, bu zarafat deyil də. Heç vaxt aramızda da incilik olmayıb, heç vaxt. Ondan sonra nə qədər müğənnilər o yetişdirdi. Bax, Elnarı Abdullayevin dəsti xətti tamam dəyişdi. O ancaq muğamdaydı da. Görsünüz, yönətdi bu tərəfə. Ondan sonra Vasif Məhərrəmli, ondan sonra Kəmalə Qaramov, yox, Kəmalə axırıncı da özü deyir, Sahib İbrahimov. Onun üçün necə gözəl-gözəl konsertlər, gözəl layihələr işlədi ondan. İndi də Kəmalə Qaramov layihə var. Sağlıq olsun, yəqin ki, ardı da gələcək. Mən bugün də Asif Kərimovun yaradıcılıq gecəsidir. Mənim qardaşımı, mənim əziz qardaşımı ürəkdən təbrik edirəm. O qədər, bilirsiniz necə insandır. O qədər sadə bir insandır. Heç vaxt özünü belə gözəl göstərən deyil də, belə bir söz var da, üzr istəyirəm, gözə soxan deyil. Belə deyim də. O adam sakitcə başını salacaq aşağı, işi ilə məşğul olacaq. Çox sadə insan, həddindən artıq sadə bir insan. Amma işləri, gördüyü işlər fövqəladənin fövqündə, Bülent Ersoy demişkən, möhtəşəm olur, yüksək səviyyə olur, orada sənət olur. Tarixdə qalacaq sənət ortalığa çıxardır bu insan. Səni təbrik edirəm, mənim əziz qardaşım. Bundan da yüksək uğurlar sənə arzu edirəm. Əziz Azərbaycan musiqisinin möhtərəm, gözəl, incəsənət xadimi Asif Kərimov. Çox sağ olun, minnət. Bəsdir. Görürlər çəkilir, qəşək çəkilir, sağ olsun. Boş qadırıyor, hamısına girir. Aha, ay sağ olun, aha. Ben oturalım, problem yok. Değişelim, problem yok. Sen otur. Kimsə olacaq burada, mən gedim oraya.
Fikrim odur. Sonra keçini koyalım. Sağ olun.